Ölüləri qaldırasan indi, həyata baxışları fərqlidir. Həyat zamanı mənalı, əhəmiyyətli bildiyi şeylərə əhəmiyyət vermirlər indi onlar. Əhəmiyyətsiz şeylər əhəmiyyətlidir onlar üçün. Mən nə deyirəm? Mən deyirəm, gəlin oradan başlayaq, ölməmiş onların baxışı ilə həyata baxaq. Sonra yaşayaq özümüz. Düz yaşayaq. O ölənlərin yanaşması dirilərdə olsa, indi o deyir ki, ayda mən buna əhəmiyyət verirdim, sən demə heç əhəmiyyəti yox imiş. Filan şeyə heç önəm vermirdim, çox önəmliymiş, o öləm elə deyir. İndi biz elə deyək, dirilikdə deyək, ölünün baxışı ilə, yəni dünyasını dəyişmişin baxışı ilə dünyaya baxan insan uğurlu yaşayacaq. Nəyə əhəmiyyətli olduğunu biləcək, nəyin əhəmiyyətsiz olduğunu dərk eləyəcək. Ən-nas niyamun, izə mətu intəbəhu. İnsanlar yatıb öləndən sonra ayılacaqlar, əleyhissalamın sözüdür. Biz deyirəm, mənim məqsədim bu gündən ayılaq, ayıq yaşayaq da, yuxuda nə qədər yaşamaq olar. Ölümü yad eləyənlər ayıqdır, ölümü yad eləməyənlər röya aləmində yaşayır. Reallıqları dəyərləndirmir, real aləmdə deyirlər.